Türkmenistan Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Milli Kitabxanasında Türkmenistan Güşəsinin açılışı və ziyalıların iştirakı ilə dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan və Türkmenistanın dövlət qurumlarının nümayəndələri, mədəniyyət və elm xadimləri, yazıçılar, şairlər və ictimai nümayəndələri iştirak ediblər. Milli Kitabxananın direktoru Kərim Tahirov çıxışında Azərbaycan ilə Türkmenistan arasında mədəni və ədəbi əlaqələrin inkişafından danışıb. O qeyd edib ki, bu münasibətlər iki xalq arasında dostluq, qardaşlıq və qarşılıqlı anlayışın möhkəmlənməsinə xidmət edir. Mədəniyyət Nazirinin müavini Fərid Cəfərov çıxışında Azərbaycan və Türkmenistan xalqlarının qədim tarixi və mədəni əlaqələrinin birləşdiyini vurğulayıb. Tədbirdə çıxış edən Türkmenistan Mədəniyyət Nazirinin müavini Nürsəhid Şirimov bildirib ki, mədəniyyət və ədəbiyyat sahəsində keçirilən görüşlər gələcəkdə yeni layihələrin həyata keçirilməsinə, ortaq nəşrlərin və tərcümə işlərinin genişlənməsinə imkan yaradacaq. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkmenistan Respublikasının Mədəniyyət Nazirliyinin yaradıcı işlərlə iş şöbəsinin müdiri müavini, şair Akimirat Rejabov və sair digərləri iştirak ediblər. Qeyd edək ki, oktyabrın 15-nədək davam edəcək Türkmenistan Mədəniyyət Günləri çərçivəsində Bakıda və Gəncədə tədbirlər keçiriləcək. Azərbaycan və Türkmenistan Mədəniyyət Günləri keçirilir və bu Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Milli Kitabxanasında Türkmenistan Ədəbiyyatı Güşəsinin açılışı keçirilir və eyni zamanda Türkmenistan və Azərbaycan ziyalılarının, şairlərinin, yazıçılarının bir dərin masa arxasında görüşü təşkil olunmuşdur. Və mən deyərdim ki, bu Mədəniyyət Güşəsində, bugün burada açılan Ədəbiyyat Güşəsində Türkmenistanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə, coğrafiyasına, adət-ənənələrinə dair xeyli surətdə kitablar deməli təmsil olunur, təqdim olunur və bu kitablar zaman-zaman bizim Türkmenistanla maraqlanan oxucularımızın daimi müraciət edəcəkləri bir güşəyə çevriləcək, məkana çevriləcəkdir və biz il ərzində bu mədəniyyət güşələrini, ədəbiyyat güşələrini yeni ədəbiyyatlarla da təmin edirik. Biz Türkmenistan Milli Kitabxanasıyla bizim əlaqələrimiz var, beynəlxalq kitab mübadiləsini həyata keçiririk və il ərzində onların bizə göndərdiyi kitabları həmin güşədə yerləşdirək. O kitablar yeniləşəcəkdir və mən elə bilirəm ki, tədqiqatçıların, alimlərin, tələbələrin, ziyalıların, ümumiyyətlə Türkmenistanla maraqlanan insanların sevimli bir məkanına çevriləcəkdir. Səbinə Hüseynli, Müqabil Bəbirxanov, Səs TV xəbər.